Bu gün ümumiyyətlə səhiyyəmizi biraz acınacaqlı. Bir məşqçi bütün vəzifə öhdəliklərini öz üzərinə götürür. Futbol komandalarının tutaq ki, qaçışı məşqçi öyrətməli deyil. Bunu atlet öyrətməlidir. Yəni bir atlet mənim özümə yığıb sınıqçı nömrə sistemi olur. Bəzən məşqçilər, bəzən də valideynlər uşaqları yeniyetmə vaxtlarından yandırırlar. Yəni əvvəl bəli belə idi. Bütün il güləşdə necə idi bizə həqiqətən motivasiyamız bu idi. Uduzsan çıxma. Yəni bu ən böyük motivasiya bu idi. Uduzdun çıxma. Müsbətmi qarşılayırlar, yoxsa mənfilər daha çox olur, etirazlar gəlir ki, yox bunu belə eləməyim. Sən neçə dənə top qoyursan? Məsələn deyirsən ki, mən tutaq şatıram 3 dənə qoyuram da. Deyir o tərəfdə 4 dənə top qoyurdular. Böyük bir qürur hissidir. Qaziləri belə deyək həyata qaytarmaq, onlara dediyim kimi psixoloji belə necəsə onlara bir reabilitasiya eləməyimiz Çox təəssüf ki, acgöz insanları. Çünki sən bilmirsən axı bu işi də belə. Yəni öz işinə məşğul da. Gəlib sənə məsləhət verən olur. Çox olur. Ümumiyyətlə Google-da yazırlar. Əyləndə belim ağrıdı. Bir də görsən ki, şəkillə sənə göndərir. Bax gör mənim problemim nədir? Çanaq hissəsini belə qırmızı dairəyə alıb. Aha. Yazır ki, buram ağrır, səncə nədən? Çevrəndəki insanlar fizioterapevt olmağından istifadə edirlər. Eləyirlər. Səncə populyar birisən? Səslənəm iş yoldaşlarıma. Bilirəm ki, heç kim nə eləsə onlar eləyəcəklər.